Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasin web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Bici. Bici. Mən biciyəm. Oy. Bici biraz pis sıxır. Nətərsən? Ne ters. Acam. Bu arada acam. Avrupa'ya vizasız gelirsiniz. Ne istiyorsunuz da? Hə bebi. Başqa dönərəm mən. Salam, mən Pələng, Şah Pələng. Gənclər, sabahınız xeyir. Hal-hazırda Gürcüstana gedirəm. Desəm Pələng, bu nətər sabahdır, hava qaranlıqdır. Qardaşım, saat 5-in yarısıdır. Demək olar ki, yatmamışam. Səhər uçuşum olduğuna görə biraz həyəcanlıydım. Taksi çağırmışam bu arada. Taksi də yaxınlaşır. Taksiyə minəcəm. Bitdi? Bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Budurmu? Hansı da? Gözlə. 768. Qardaşım, qapı bağlıdır, elə bir balaca. Salam əleykum. Arxaya qoya bilərəm. Nədə? Çantanı. Bir balına. Bəzən həyəcanlanıb anlamsız suallar verirəm. Niyə də qoyamıram, qoyum da. Hop. Salam qardaş. Necəsən? Sağ ol. Çəkməyimdə problem yoxdur. Yox. Görsənmirik. İndi görsənirik. Adı nədir qardaş? Eyşən. Əmən Eyşən. sənməyim. Nə olacaq? Ya. Nə olacaq? Xahiş edirəm. Valla. Belə Eyvallah. tutum onda. Özümü çəkə bilərəm. Özür sənməyim. Yaxşı. Yaxşı Eyşən qardaş, gedək. Hava limanına gedirik. Hər dəfə Eyşən səfərə çıxanda həyəcanlanıram. Bu bip səsi başımı xarab elər. Uşaqlar, gəlirəm hava limanına. Belə bir səmimi qardaşla yola çıxırıq. Bir hardasa 23 dəqiqəlik yolum var. Hava limanında təkrardan kameranı açacağam. Qardaşınız Gürcüstanın altını üstünə gətirəcək. Çox maraqlı yerlərə aparacağım sizi. Bəzən diktorlar kimi danışıram. Elə bir ASTV zatdır. Ən sevdiyim şey bilirsiniz nədir? Hava limanına gəlmək. Yəni inanılmaz hiss elətdirir. Allah sizlərə qismət eləsin. Hər hara istəyirsinizsə gedərsiniz inşallah ən qısa zamanda. İkinci terminal. Sərin vurdu. İkinci terminaldayım. Gürcüstan uçuşu buradan iyiymiş. Biraz səsim də batıb. Da üzürü sayın. Okay. Səyahət eləməmişdən əvvəl hava limanına gələndə dəhşət həyəcanlanırdım. Amma çox asan, pratik yolları var. Hansı ki, buradan təyyarə nömrəviz var. Bax, görün yazılıb orada J2 82 29 mənimkidir. 17 nədir? 0730. Qeydiyyatı isə 51 ilə 56 arasındadır. Bunlar primitiv şeylərdir. Qardaşınız belə yollarda verəcək sizə. Heç nə, ora yaxınlaşdıqdan sonra artıq keçirsiniz neytral tərəfə. Neytral. Nəysə uşaqlar, yavaş-yavaş təyyarəyə doğru gedirəm. Biraz yorğunam, özümü yorğun və keyfsiz edirəm. Belə, 1 saat 10 dəqiqə uçuşumuz olacaq. Mənim yerim haraydı bilmirəm, amma onu tapmağa çalışacağım. C33 idi deyəsən. Uşaqlar, artıq biz havadayıq. Dayımızla sandviç yeyirik. Nuş olsun. Belə, dəqiqə gözlük. İdmana mı gelirsiniz? Bize idman için gelirsiniz. Yox, səyahət üçün. Siz idmana gedirsiniz. Yox, mən səyahətə gedirəm. Tiflis'e yoksa başka yere. Marnoyliyə də gedəcəm. Öyle mi? Siz hara gedirsiniz? Biz Dumanis'e gideceğiz. Dımanisə də gələcəm. Öyle mi? Tiflisdən Dımanisə nə ilə gəlirlər? Tiflis'ten Dumanis'e o Orta Cala denilen yer var. Oradan birbaşa avtobus. Avtobus. O Tiflisdədir Ortacala. Ha, çıkışdadır da hemen istikamette. Neçə kilometrdir? 100. Hə, qəşəng rahat getmək olar. Ha, Allah razı olsun. Sağ ol. Duş olsun. sağ ol. Uşaqlar gəldik, çatdıq Gürcüstana. Səsim gəlir, gedir. Tiflisdəyəm. Hə, gedirəm pasport kontrola. Ondan sonra artıq Gürcüstanda olmuş sayılacağım. Ayrıca
Tiflisdən şəhər mərkəzinə taksi ilə yox, avtobusla necə gedirlər onu da göstərir. Pasport kontroldan keçdik. Arxa hissədə pasport kontrolu idi. Sadəcə orada çəkiliş eləmək olmaz deyə çəkiliş eləmədim. Çıxdığımız ərazi çox balaca bir yerdir. Mən hava limanını daha böyük gözləyirdim, amma çox balacaymış. Ölkəyə giriş eləyəndə də kazinonu görürsünüz. Yəni kazinonun reklamını görürsünüz. Bu ruletdir deyəsən. Qumar yaxşı bir şey deyil. Kazinonun cənnətidir buralar. İlk gələndə nə edirəm? Nömrə alıram mən. E-sim də ala bilərsiniz, nömrə də ala bilərsiniz. Bu artıq sizə qalmış bir şeydir. Burada nə qədər adam var. Yoxdur mu burada bir pələngi gözləyən? Kürdistan xalqı məni qarşılamırmı? Check-in. Money exchange. Okay. Nömrələr buradadırmı, qabaqdadırmı? Qabaqda ola bilər, qabaqdan olar. Bir də məcburi deyilsə, uşaqlar, buradan pulu change eləməyin, dəyişməyin. Şəhər mərkəzini dəyişin, çünki o daha uyğun olur. Deməli, free sim, internet, gördünüzcə free. Ağzımda belə çıxdı, istər-istəməz. Özümlə ingilis dilliyəm. Deməli, baxdım, burada bir çox nömrələr var. Unlimited, yəni limitsiz internet də var. Hansı ki, burada hamısı bir aylıq internetlərdir. Sadəcə free call deyil, yəni dəqiqəsiz zəng, nə qədər istəyirsiniz dəqiqəsi var. Amma 3 GB-dır. Mən bundan aldım. Unlimited və free call. Free call lazım olmayacaq, unlimited lazım olacaq. 60 lari verdim. Hal-hazırda 60 lari nə qədər eləyir bilmirəm. İnternetim olanda biləcəm, amma aşağıya bir yerlərə yazacağam ki, 60 lari nə qədərdir. Nömrə almağınız məsləhətdir. Pasportla nömrə ala bilirsiniz, sonra o nömrəni ata bilirsiniz, sonra nömrə yanır. O vaxt el arasında deyirdilər, nömrəni işlətmədim, yandı. O söhbət. Deməli, buradan çıxdınız qardaşım. Üzü sağa. Sağ tərəfi götürürsünüz. Bus station'ı axtarırsınız. Hətta baxın, bus station oradadır. Hava limanından çıxdınız, sağ elədiniz, dümdüz gedirsiniz. 344 olmalıdır, səhv etmirəmsə. Şəhər mərkəzinə gedir. Şəhər mərkəzindən də bura gəlir. Bir də taksiyə niyə o qədər pul verirsiniz? Bir tək pulu götürürsünüz, verirsiniz taksiyə. Ximis deyiləm, belə bilirəm ki, necə ucuz gəzmək olar. Uşaqlar, deməli, girirsiniz Google Maps-ə. Google Maps hər telefonda var demək olar ki. Məsələn, buradan yazıram Tiflis Mall və yol tarifi vururam. Sonrasında burada marşrutlar var. Maşınla, marşrutla. Düzdürmü? Baxın 337. Yəni şəhər mərkəzinə nə gedir? 337. Rahat bir şəkildə gedə bilirsiniz. Bəli. Mən səhv demişəm. Yox 344 demişəm. Elə demişdim deyəsən. 337-də ta qarşımızdadır. Desəm Pələng, bəs biz bileti hardan alacaq? Bizim Tiflis kartımız yoxdur. Narahat olmayın. Bizim bank kartımız, Visa və Master kartımız keçir. Bez problem. İndi biz buna hardan minək? Okey, minirik. Böyük ehtimal oradan oxuduruq. Super. Buradan oxuduruq. Baxın yazıbdır. Visa və Master kart burada keçir. Belə. Rahatcana. Asiyadan gələndən sonra Azərbaycandaydım, videolar hazırlayırdım və sizlər bu videoları izləmişsiniz. İndi isə Gürcüstan səfərim başlayıbdır. Gürcüstan səfərimdən sonra isə Pakistan və Afqanistan səfərimin olacağını düşünürəm. Gürcüstanda sizi haralara aparacağım, deyəcəm. Çox maraqlı yerlərə gedəcəyik. Bu ilk və son video olmayacaq. Bundan sonraki videolarda olacaq. Təbii ki də Gürcüstanda Azərbaycanlıların yaşadığı bölgəyə də gedəcəm. Yəni Marneoliyə. Dmansidə var, səhv etmirəmsə orada gedəcəm. Bir yer tapım, yemək yiyeyim, bir əl üzümüzə su vuraq da. Mamoğlu. Burada Mamoğlu deyilir. Mamoğlu da Biboğlu deməkmiş. Elə işdir. Səhv bilirəmsə yorumlara yazın ama. Dibinə tərsən. Nə var, nə yap? Gözlərin nə qəşəydir. I go bir çabuk. How you say your language? Thank you. Teslim ol. Sağ ol. Aynen, rap sak eti. Vay. Bu nə çətin dildir, bu nədir? Deməli uşaqlar, avtobusa minirsiniz, düşəndə isə burada yoxlayırlar. Söhbət oymuş. Mən də deyirəm, bu bibi niyə üstümüzə gəldi? Gogo?
No? Gogo? Oh, gogo, ama bici var. Xo yəqin nə deməkdir? Gogo. 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 Qamarcabo. Kamarcı. Qamarcabo. Qamarcabo. Burası gogo var. Gogo? Gogo. Gogo qız deməkdir. Girl, yeah, girl, woman. Bici. Bici? Bici, mən biciyəm. Boy. Bici biraz pis sıxır. Boy. Qoy. Kim kimi qoyur? Boy. Ay. Ha, qoydu. What's your name? Natia. 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 You? Leah. Leah. Tiger. Ha? Tiger. Tiger. What's it, Savatane? Tiger. Ay, biraz erməni dilində oxuyun. Azərbaycan. Azerbaycanlı. Azerbaycan. Azeri. You? Turisti. Ve Georgia. Georgia. Black. Black. No, good. Black. Başıma dönərəm. Gəl bir 5 fıraq, səninlə başıma dönərəm. Mehribandılar, bəziləri isə çox sərtdir. Avtobusda mən gedəndə gördüm ki, bir gürcüyə yer vermək istəmirdi. Niyə bilmirəm. Get başıma dönərəm. Proyektor lazımdır. Gəlin isə proyektor.az-dan bəhs eləyim. Burada proyektorların alışı, satışı, təmiri də var. Hətta kiralaması belə var. Yox pələng, biz yenisini istəyirik desəniz, narahat olmayın. Yeni proyektorlar da satırlar. Əlavə məlumatlar üçün ekranda yazılan əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gedəndə də desəniz pələngin qohum əqrabasıyam, yaxşı olar. Öpürəm sizi. Söhbət dəyişdi, nə dəyişdi desəz, metroya gedəsi oldum. Niyə gedəsi oldum? Çünki avtobus gəlmədi. Mən də dedim bir Gürcü metrosuna minək. Metro buradır. Sorry, this way metro? Yeah, thanks so much. Okay, bura metrodur. Bunların metrosu bildiyim qədərilə bizim metro kimidir. Yəqin ki, burada da çəkilişə icazə yoxdur, ya da icazə var, bilmirəm. Laləni dindirmirəm. Hə, bu Gürcü itidir. Bu bizim dili də bilməz. Qaqaş əl elədi. Gərək qaqaşa salam verərdi. Deyərdim, sizə Azərbaycandan salam gətirmişəm, ay qırım. Bizdə bağladılar bunları, salam əleykum. Bizdə var. Salam əleykum. Bizdə bağladılar. 20 yanvarda var idi belə. Sözümüz zarafatdır təbii ki də, belə yolla gedirdin, risk kimsə tutub çəkirdi sən. Ya zarafat. Metro. Burada babamız nə satır? Baba, salam ay baba. Nə satırsan belə? Salam. Nə tərsən? Necəsən? Qamarca bu. Salam. Başıma dönərəm. Bu nədir? Rubi işi. Mən rubi reset bilmirəm axı nədir. Bunlar sarma siqaretlərdir. Oriler. Thank you. Başıma dönərəm. Burada da parfüm satırlar. Bunların da metrosu nə yaman körpədir. Bizim metro bu oradan yoxdur. Bu bir dəyişdirin, eləyin. Avropaya vizasız gedirsiniz, gəlirsiniz. Nədir bu belə? Kontaktom. Məzələnmə. Bu arada Kontaktomu da pulsuz reklam eləmiş olduq. Mənə sponsor olmadıkları üçün üzgünəm, amma canları sağ olsun. Burada mış işsiz gəlir, Quran haqqı. Bibi yatıb, bibi qadualaram. Bizdəkilərin forması zadı da var. Buradakilərin forması yoxdur. Papaq taxıblar başlarına. Vay, uşaqlar. Ətri sizə təsvir eləyə bilmərəm, belə. Qəribə bir ətir gəlir. Baba, nətərsən? Baba tütsü satır. Allah bizi qorusun. Sağ olun. Getdik. Maraqlıdır. Saat çox tezdir deyəmi buralar açılmayıb, yoxsa nətəri özümdə bilmirəm. Bibi, nətərsiniz? Salam bibi, salam. Nətərsən? Necəsən? Burada da deyirlər bizi çəkmə. Rusların işidir 100%, Sovetlərin işidir. Bizim qanımıza giriblər ki, bizi çəkmə. Niyə?
Səbəb bilinmir. Görürsünüz, day şortik geyinib. Nə bilim. Bu istidə şortik niyə geyinilir, mən də bilmirəm. Adam şortik mi geyinər bu istidə? Qalın şalvar geyinib, piş içində. Salam əleykum. Necəsiz? Hə, hamısı salamı bilir. Nətər xoşuma gəlir. Valla uşaqlar, bayaqdan da gedirəm. Metroya çata bilmirəm. Aha, çatdı. Aha, metro buradır. Burada kart işləməlidir yenə də, Visa və ya Mastercard. Çalışacağım ki, onlardan istifadə edeyim. Uşaqlar, baxın, burada yazılıbdır. Visa və Mastercard. Kartınızı oxudursunuz. Okay, thank you. Hal-hazırda metrodayam. Metroları da belə bir şeydir. Eyni bizim metro. Eyni. İnsan özünü qəribsəmir. Eyni istilik. Hamıdan tərcih edir. Gəlir. Metro çox istiydi, çox dəhşət. Bir də gördüyünüz kimi köhnə bir metrodur. Bu arada şəhər mərkəzinə yaxınam, yəni şəhər mərkəzindən uzaqda deyiləm. Metroları belə bir şey. Bəyəndinmi? Yox, bəyənmədim. Belə metro mu olur? Bir buraları bir düzəldin, eləyin. Bunu biz mi gələk deyək? Qonşu yox, bilirəm. Bəlkə də boynumuzun borcudur demək. Bir buraları silin, eləyin, qadanızı alın. Toz torpaq götürür buraları. Buna bax ya. Silib eləmirlər, əlimi də mavzut elədim, deyilədim. Torpaq qalıb qatranlaşıb bildiyimiz. Hə, metrodan çıxdıq. Yavaş-yavaş polkalar açılır. Bibim silir, təmizləyir, gül satır. Biz buradan keçək. Buradan keçəndən sonra salam deyəcəydim, dilim topuq vurdu. Bilmədim, qamarcabo deyim. Bilmədim, salam deyim, bilmədim. Əslində şəhər mərkəzinə yaxın deyiləm, uzaq da deyiləm. Bura şəhər mərkəzi sayılmır. Təzə şəhər mərkəzi sayılır bura. Biz belə bodozlama gedirik, reski gözümü açdım ki, nə varram mı? Nəyə keçirəm ora? Burada piyada keçidi var. Hə, uşaqlar, belə. Şəhər maraqlı görsənir amma. Gəzəci təbii ki də. İndi gedəcəm hostelə. Hansı ki bu hostel dünyaca məşhur bir hosteldir. Fabrikadır, bir zavoddur. Onu çeviriblər, hostel ediblər. Və inanılmaz gözəldir, maraqlıdır. Nəysə, gedirik. Görək başımıza nə gəlir, hə? Buradan düz gedib sağa dönəcəyik. Valla qardaşım, adam ehtiyat eləyir. Buradakılar o qədər də yaxşı sürə bilmir maşını. Çünki piyada keçidi falan baxmırlar. Şap keçirlər. Düz gedəcəyik, sağa dönəcəyik. Hostelimizdir. Hostelin gözəl bir kafesi də var. Onu da göstərəcəm sizə. Amma saat hal-hazırda 10-dur. Mənim girişim isə 3-dədir. Orada bir yerlər tapa bilsəm yatacağım. Biraz kameranı zaryadkaya qoyacağım. Telefonu zaryadkaya qoyacağım. Sonra davam eləyəcəm. Uşaqlar, qardaşım Özbəkistanlıdır. Bayaq biraz söhbət elədik. Çox maraqlı ləhcəsi var. Sağ ol. Görüşərik. Sağ ol. Burada da Əfqanistan, İraqlı bir qardaşımız var. Salam aleykum. Thank you. Deməli gəldim. Hostellə yerləşdim. Bir dəqiqə. Görsənirmi? Görsənir. Hostelə yerləşdim. Hostel okeydir, əladır. Və mən bir otağındayam. Bu qardaşlarla qalıram. Bizim otaqda 6 nəfər qalır. 2. Mənim yatağım budur. Biraz qarışıq ola bilər. Çox yorğunam, üzürlü sayasız. Bir də ayağım şişibdir. Bilmirəm bilinir ya yox. Burada bir problem var. Onu həll etdirməliyəm. Nəysə, çantam burada. Yəni əşyalarım buradadır. Uşaqlar baxın. Belə bir yerdə qalıram. Hansı ki otaqlardır bunun hamısı və 6 nəfər, 10 nəfər, 3 nəfər, 4 nəfər kimi belə gəlib qala bilirsiniz. Burada isə tualet hamamı var. Tez onu göstərim. Gəldiniz. Oralar da otaqdır bu arada. Bura bəylərdir. Bura isə xanımlardır. Bura hamam sayılır. Bura hamamdır. Müsait olmaya bilər. Uzundan göstərim. Bura isə tualetdir. Burada tualetlər var. Eyni şəkildə burada tualetlər var. Əslində liftə var. Liftdən də istifadə edə bilərsiniz. Və qalan hər yer otaqdır. Bura fabrika olub, gənclər. Fabrikanı sonradan bu cürlə hostelə çeviriblər. Buralar məsələn 3 nəfərlik otaqlardır.
2 nəfərlik otaqlar, 1 nəfərlik otaqlar da var. Səliqəlidir, yəni gözəldir. Çox gözəl ideyadır. Bu arada dünyadakı ən fərqli hostellərdən biridir, onu da deyim. Gördüyünüz kimi belə bir mərdivənlər də var. Ortam səliqəlidir, ortam gözəldir, amma mənə görə ən gözəl yerlərindən biri isə baxın buradır. Eyni şəkildə receptiondur. Eyni şəkildə isə salondur. Oturma salonu, gənclər. İnsanlar otururlar. Hər ölkədən insan var. Məsələn deyirəm, siz Tiflisdə yaşayırsınız, düzdür? Buraya gəlib çox gözəl bir şəkildə ingilis dilinizi inkişaf elətdirə bilərsiniz. Hər kəs ingilis dilidir. Hello. Və insanlar səmimidir. Burada bu cürlə restoran da var, daha doğrusu. Barı var, barınlar. Alışveriş edə bilərsiniz. Vay. Burada belə bir gözəl kafedir. Çox gözəl ideyadır bu arada. Çox gözəl düzəldiklər. Mənzərə necədir? Mənzərə həqiqətən özüdür. İstədiyimiz ortamlar budur. Bax, hər öz işindədir. Bizdə bir söz var, ged işinlə məşğul. Burada hamı öz işi ilə məşğul olur. Kiməsə bir qarışacağı yox, bir deyəcəyi yox. Hostelində çölündə də bir restoran var, kafe restoran. İstəyirsiniz onu da göstərim sizə. Hoppa, bu da çöldəki restoranı. Bu arada hər kəs burada qalan deyil. Şəhərdən də bura gələnlər var. Çünki dünyaca məşhur bir yerdir bura. Bəli. Fabrika hostel. Özüdükü var. Çox qəşəng görsənir həqiqətən. Çox maraqlı bir yerdir və çox gözəl dizayn ediblər. İnsanları narahat eləyirəmmi? Məncə yox. Nə olacaq? Hello. Hello. Kəmərimizi taxaq. Belə. Gəldik, çıxdıq Tiflisin meydanına. Hansı ki Old Town-una da gedəcəm. Bilirsiniz, Avropada da var idi şəhərlərin Old Town-u. Bizdə də var içəri şəhər. Uzun sözün qısası, gördüm elə cəmaət buradan dümdüz basır gedir. Mən də dedim keçim. Old Town bu tərəfdə olmalı, səhv eləmirəmsə. Burada meydan bazarı var, uşaqlar. İpək yolunun üstündə olduğuna görə Tiflis çox stratejik var. Getdi. Kimsə Hindistandakı kimi xırtırlatdı. Bazarlar burada çox məşhurdur. Və bu gördüyünüz bazar, meydan bazarıdır. İncə, uzun, şirin, gözəl bir bazardır. Məsləhət görmürəm şəhər mərkəzlərindən hədiyyəli əşya almağınızı. Çünki çox baha olurlar, həddən artıq. Və budur bazarımız. Yeraltı bazardır. Belə gedəcəyik, o birisi tərəfindən çıxacağıq. Təbii ki də Gürcüstan deyiləndə ağla şarab gəlir. Pul mu atırsınız, nə varsınız? Kardeşim icazə ver. Nələr var, nələr. Çox qəşəngdir. Çox qəşəng bir bazardır ya bura. Çox estetik görsənir. Çox səliqəli görsənir. Yəni məsələn baxın 5 laridirsə buradan şəhərin digər yerlərində 2 lariyə, 3 lariyə buradakı şeylər tapa bilərsiniz. Yox, pələş biz oralara getmərik desəz, nə olun buradan, nə olacaq? Vay, belə şeylər də maraqlı şeylərdir. Amma buradan alanda bilirsən ki, kazıqlanırsın. Uşaqlar, xaçapuri sipariş eləmişəm, amma bu başqa bir formadadır. Belə bir şeydir. Sadəcə bu biraz çox deyil bil. Tək adam üçün. Pizzaya da bənzəyir. Qəşəng. Kaşarlı, kartoşkalı bir şey. Biraz məntiqsiz şəkildə pul xərcləyirəm. Bayaq yediyim xaçapuri ilə kola düşə salacaqdım, yadımdan çıxdı. İkisi bir yerdə birisi nə qədər tutdu? Qadın xanım, girmə. İkisi bir yerdə 18 manat tutdu. Çox deyim 18 manat.
Bu arada yəni ən mərkəzdə oturmuşam da. Mən də Ruşno kimi. Kanat var. O kanatla çıxacağıq inşallah. Narahat olmayın. Qaqanız gəzdirəcək sizi. Hava bir sərinliyibdi, bir sərinliyibdi. Belə bir küçəyə girmişəm. Meydandan gəldim. Old Town yolundan sağ tərəfə düşdüm. Qəşəng restoranlar var. Azərbaycanın dibində belə bir ölkənin olması maraqlıdır. Yəni belə bir şəhərin olmağı. Çox gəlmək istəyirdim. Hər səfərində ertələyirdim. Deyirdim sabah, bir gün, bu gün. Allah qismət elədi, bu gün gəldik. Amma bu bina gözəl binadır. Bakıda belə bir yerlər təəssüf ki yoxdur. Tam baxın, bu yer Avropa sayağıdır. Avropa videolarıma baxmısınızsa, bu cürlə yerlərə qardaşınız gedibdir. Burada Zion katedralıdır, səhv etmirəmsə. 5-ci, 6-cı əsrə aiddir və içəridə Aziz, yəni Əziz Ninonun saçından mı deyim? Yox, üzr istəyirəm. Xaçı var, xaçı. Saçından qarışdırdım ha. Saçından da deyirlər, səhv etmirəmsə. Bilirsiniz, bilgilər o qədər qarışıqdır ki, internetdə girirsən, bilginin A variantını tapırsan, B variantını tapırsan, C variantında o iki variantın ikisi də yoxdur. Çox maraqlıdır. Qəşəngdir. Kepek yok. Niyə? Vay. Görürsünüz uşaqlar. Nə qəşəngdir. Orada şam yansaydı, əsl şamlar. Çox maraqlı görsünlər deyə. Biraz qaranlıqdır bilirəm, amma neynəmək olar. Yoxlar, pul dəyişməyə gəlmişəm. Bir $100 dəyişəcəm. $100 verdim. İnternetdə baxdığıma görə bu exchange yeri, pul dəyişmə yeri ən yaxşısıdır. $100 269 lari eləməlidir. Elə bu bizə nə qədər verəcək? Elə bir 9 lari pul tutdu. 4-5 manat üstündə pul tutdu, yəni $100. Bura isə həmin exchange yeri buradır. Kameranı düzgün tutmuşdum. Bilmirəm, belə də tuta bilərəm, üzrü sayın. Buradan gəlib pulunuzu rahat bir şəkildə dəyişə bilərsiniz. Küçəni də göstərirəm sizə. Küçəni də gördünüzsə, problem yoxdur. Old Town'a gedən yoldadır. Yəni meydandan gəlirsiniz, bunun yanından keçəsiniz. Bu exchange-in pul dəyişmək. Əvvəllər bazarda dəyişirdilər pulu. Yadınıza gəlir. Gedirdi, əmilər var idi, əlində dollar, manat tuturdu. Pulları da bu arada budur. 50 lari deyəcəkdim, 5 lari. Belə bir şeydir. Deməli, bir dondurma alıram. Hansı ki, bu dondurmadan səhv etmirəmsə Praqada da almışdım. Belə bir dondurmadır, çox dadlıdır. Bax. Dondurmamız belə bir şeydir. Bundan Praqada da yemişdim, hansı ki dadlıydı. Buradakı biraz sadədir. İçərdən bir qaşıq götürüm, belə olmayacaq. Gəzə-gəzə gəldim, Old Town'dan çıxdım Azadlıq meydanına. Hansı ki, bura Gürcülərin Azadlıq meydanıdır. 1992-ci ildə Sovetlərdən ayrılmaq üçün bura hardasa minlərlə insan yığılıbmış. Bu arada sual versəz ki, Tiflisin əhalisi nə qədərdir? Uşaqlar, hardasa təqribi 1 milyon yarım olmalıdır. Balaca bir şəhərdir, çox böyük bir şəhər deyil. Gəzməyi sevirsinizsə, rahat bir şəkildə taksiyə və ya avtobusa minmədən gözə bilərsiniz. Çətin bir şəhər deyil, onu deyim. Ortaq nöqtələrimiz varmı? Var. Bir də mənim hiss etdiyim nə var? Gürcülər bir-birlərinə qarşı həqiqətən kobuddular. Mən onu hiss eləyirəm. Avtobusda gələndə heç kimə belə rahatlıqla yer vermirdi. Hətta o birisi yerə keçmək istəyəndə qardaş belə tərs-tərs baxırdı ki, hə, gəl keç. Gürcü dilində danışırdılar. Yəni, əcnəbi bir millət deyil idilər. Hava çox sərindir bu arada, küləklidir. Adama ləzzət eləyir. Belə havalarda gəz ki, gəzəsin.
Hə, bürkü olur, gəzənmirsən yoxsa. Gənclər, Sür körpüsünə gedirdim, bilirdiniz. Instagramdan da canlı yayın açmışdım. Normalda Instagramda canlı yayınlarda yazırlar ki, qardaş, hardasan, yolun qırağına çıx, gəlib götürürəm, yeri videoya gəlib götürəcəm, aparacam səni. Mən inanmırdım təbii ki də, yolda qoyurdular, gəlmirdilər. Amma Anar qardaş sağ olsun, canlı yayında yazdı, gəldi. Anar bu arada Göyçay deyirəm. Göyçayda qaldı. Gürcüstan Azərbaycanlısıdır. Borçalıyam mən. Borçalıdandır. Allah razı olsun. Muhammed abi isə Afyondandır. Türkiyə türküdür. Bu arada məkanları buradır. Buranı işlədirlər uşaqlar. Gəlsəz gələrsiz. Daha dəqiq necə gəlsinlər abi bura? Bura Marjanşvili deyə tanınır qardaşım. Ağmaşeneveli 141 nömrədə yerləşir. Super, super. İnşallah həmişə Azərbaycanlıları gözləyirik. Gənclər, gəlmişəm hostelin həyətinə, istədim buranı göstərəm sizə. Axşam görün nə maraqlı olur. Bütün kafelərdə insanlar oturubdur və %90'ı turistdir. Yerli xalq da var təbii ki də, amma gəldiyiniz vaxt bura rahatlıqla ingilis zəvizi inkişaf elətdirə bilərsiniz. Kimlərəsə yaxınlaşa bilərsiniz, tanış ola bilərsiniz. Belə maraqlı ab-hava var. Belə uşaqlar, istədim ki sizə buranın ab-havasını göstərəm. Çox maraqlı yerlərdir. Gəlib görməyinizi məsləhət görürəm. Tiflis uzaq bir yer deyil, yaxın bir yerdir. İnşallah quru sərhədlərini açılar, rahatlıqla gəlib səyahət eləyərsiniz. Bitdi, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Vay, balaca bir qəza oldu. Okey. Hər şey qaydasındadır. Yaxşıdır hər şey. Uşaqlar, indi buranın Targovusuna gedirəm. Rustavelli deyirlər, səhv etmirəmsə. Targovu bura yaxındır, çox uzaq deyil. Bu arada yeni bir gündən salamlar olsun. Targovusunu göstərəcəm. Targovu maraqlıdır eşitdiyimə görə. Mən də gəlib görəcəm. Gənclər, biraz sizə bilgi vermək istəyirəm. Bundan sonraki videolarda nələr olacaq? Hansı ki, Gürcüstan Azərbaycanlıların yaşadığı Marnioliyə gedəcəm. Oradan isə bir kənd var. Adını deməyəcəm. Videoda izləyəcəksiniz. Gələcək videolarda. Ermənilərlə Azərbaycanlıların eyni yaşadığı bir kənd var. Və çalışacağım ki, gedəm. Orada da çəkiliş eləyəm. Əsas Gürcüstana gəlmək məqsədim sırf o kəndi çəkməkdir. Ermənilərlə Azərbaycanlılar bir kənddə yaşayırlar. İndi qismət olsa çəkəcəyik, qismət olmasa da canım sağ olsun. Gəlib bu Gürcüstanın gözəlliyini çəkmiş bulunmaqdayız. Dedim Türkçə bitirim sonunda. Rustavelliyə getməliyəm. Mən nə tərcə edəcəm ayqa? Mən səhv mi gəldim? Səhv gəldim deyəsən. Oradan yolu keçməliyəm. Piyada keçidi yoxdur. Mən belə getməliyəm. Belə gedəcəm, okey. Rustavelli küçəsinə ilerləyirik. Qarşımda belə bir mənzərə var. Kameranı tam döndərəmədim, üzrlü sayəsiniz. Qarşımda belə bir mənzərə var. Hava özüdür. Hava kurort havasıdır. Mən Avropada olanda da belə havalardan tez-tez qarşılaşırdım. İstəsəniz Avropa videolarıma girib baxa bilərsiniz. Ondan sonrasında isə Azərbaycan videoları var, Hindistan videosu var, Asya videosu var. Qaqarınız gəzir, acam. Bu arada acam. Açım. Bilinir ki, buralar lüks yerlərdir. Yəni maraqlı dükanlar var, mağazalar var. Bura oteldimi? Marriot'dur bura. Səhv etmirəm. Hə, Marriott yazılıbdır. Güya bilirəm ki, bura Marriott. Görüyorsunuz. Anlatmaya gerek yok, görüyorsunuz. Qəşəngdir yəni. Lüks bilinir. Lüks bilinir. Özüdür. Əslində mən sizə yalandan göstərirəm. Hər səyahətimdə bu cürlə lüks otellərdə qalırlar. Bəli, bəlkə də otel deyil ora. Şaka. Bizim millətin içində bir şey bilməyəsən var ha. Bilməyənlər səni daşqalaq eləyir. Sən onu bilmir, özü də bilmir. Nə olur bu, nə? Şirvanda Marriott mu olur? Marriott mu görmüşəm mən Əlibaramda? Özünüz olun, belə özünüz. Layaqlı. Təbii ki də sözün bəzilərinədir. Arxa nə qəşəng görsənir, baxın. Nə, xaloğlu, mənə vurmayın, başladım. Nə qəşəngdir arxa. Bəs desəniz, Pələng, buranın parlament binası haradır? Baxın arxamda. Parlament binası. Gördüyünüz kimi biraz erməni mimarisinə də oxşuyur, arxitekturasına. Düzmü dedim, hə? Yəqin ki, düzdür. Ağaclığın yaratdığı bu ambiyans çox xoşuma gəlir. Görün nə var axı belə. Geçək. Əla. Parlament binasında gördük. Qabağında aksiyaçılar var. Görsünüzmü? Çadırma qruplar orada.
Gedim bir baxım. Gənclər, sözün açığı çox oralara getmək istəmədim. Dedim birdən nəsə problem olar deyər, niyə çəkirsən, nə edirsən? Baxın, aksiyaçılar. Hansı ki orada yataq qoyublar, yatırlar. Divarlara nəsə gürcü dilinə bir şey yazıblar. Parlament binasının tam girişindədir yəni. Başqa bir yer deyil. Tam girişidir. Maraqlıdır. Kürdistan xalqı niyə aksiya eləyir? Avropaya vizasiz gedirsiniz. Nə istəyirsiniz daha? Gənclər, parlamentin qabağındayam. Sizə bilgilər verəcəm. Dedim keçin bu birisi tərəfə risk atın özümü. Burada da polis var. Burada da polis var. Uzun sözün qısası. Arxamda polis var. Bilmirəm nə deyəcək. Yanımda bir xanım var. Gördüm o xanım çəkiş eləyir. Mən istədim ki, çəkiliş eləyəm. Nəsə olsa ona da olacaq, mənə də olacaq. Mən tək olmayacaq. Belə. Gördüyünüz kimi orada aksiya keçirdirlər. Tam parlamentin girişidir. Avropa bayrağı asılıbdır. Sən demə Putinə qarşı burada yığılıblarmış. Mən də basıb bağlayıram bayaqdan. Sözün açığı Google-a baxdım. Sonra ChatGPT-yə baxdım. Sonuncu aksiyalar ondan imiş. Yəni onunla bağlıymış. Gəldim gördüm burada da yazılıb ki, yəni Putinə qarşı bir aksiya keçirdirlər. Devlətə qarşı. Belə deyim. Devlətə deyirlər ki, Putin yanlısısan. Putin yanlısı olma, Avropa yanlısı ol. Qaqaşın da adı nədir? İvanishvili. İvanishviliyə deyir ki, Putin yanlısısan. Belə. Gənclər, sipariş verdim. Haradasa 40 dəqiqəyə gəldi. Gürcüstanda problemdir, yəni bu aksiyantların bir şeyləri gətirməyi. Gec hazırlayırlar. Nəysə, xəncər sipariş vermişəm. Bunu vilqasız yeyirlər, vilqa qaşıqsız. Çəngəl bıçaqsız yəni. Qaşıq nə idi mən də bilmirəm. Belə bir içəcək, duşes, armud suyu. Bunu necə yeyirlər? Deməli, qardaşlar sizə xəncəl yeməyi öyrətsin. Bunu belə də eləyə bilərik, belə də. Belə eləyək. Bunu götürürsən, düzdürmü? İçində suyu var. İlk öncə suyun içirsən. Yavaş-yavaş. Baxın. İçində suyu var. Amma belə. Ah, çox dadlıdır. Bu formada yeyirsiniz. Pis deyil deyəcəm də, amma daha ucuzlarını da yemişəm xarici ölkələrdə. Həbibi. Başqa dönərəm də. Taksi çağırmışam, gəlir, 6 lar eləyir. Hardasa 3 manat neçə qəpikdir, səhv etmirəmsə. Kükürt hamamına aparacam sizi. Hansı ki Tiflisdə 65 dənə belə kükürt hamamı var. Mən 65-nin birini aparacam. Görək sağ-salamat gedib çıxırıq ya yox. Sizlərin vaxtdan biraz qabağa düşəm. Çünki yeməyə çox gec gətirdilər. Dedim və bizim taksimiz gəldi. Taksimiz budur. Burada minə biləcəm mi? Okey. İcazə verin. Hello. Nə qəribə. Maşındır belə. Kəməri bir dəqiqə taxım. Gəldik, çıxdıq Kükürt hamamının yanına. Hansı ki bura Old Town'un yanıdır. Old Town bu bir tərəfdə qalır. Dünən getmişdim ora, xatırlayırsınızsa. Burada da tur var. Gəliblər gəzməyə. Polşa aldılar. Danışıqlarından başa düşdüm. Cenkuya bardzo. Belə danışırlar onlar. Çıpıçı sözləri çoxdur onlarda, hərflər. Belə, bu arada şəhərin ortasında şəlalə var. Açıqdırsa ora aparmağa çalışacağım sizi. Hansı ki Kükürt hamamı buradır. Çox bilinən yerlərdən biridir. İngilislər demişəm, place. Bu bilgini verməkdə də fayda var. Bilgi nədir desəz deyim sizə, o vaxt burada heç nə yox imiş, yaşanılası ərazi deyilmiş. Bu arada Tiflis 1500 illik bir şəhərdir. Əhalisində demişdim sizə, xatırlayırsınız. Xatırlamayanlar varsa yorumlara yazarlar. Uzun sözün qısası, şah çıxır ova. Ova çıxanda bunun quşu da var imiş. Quşu uçur, gör quş gəlmir. Sonra gəlir bu ərazilərə baxır ki, quş suya düşübdür. Sonra deyir ki, bu isti sudur, kükürtlü sudur. Ondan sonra şəhər salımı, şəhər qurulması salımı nədir? Arada türkçə sözlər deyirəm, üzrü sayın. 5 il Türkiyədə yaşamışam. Yavaş-yavaş artıq dilimdən çıxardıram. Öz ana dilimizi təmiz və net danışıram. Hə, şəhər deyir ki, burada qura. Tiblis sözü də köhnə gürcü dilində isti və ilıq deməkdir. Görürlər, ilıq su var, şəhəri burada qururlar. Günümüz halını alır qura. Belə bir otentik bir yer olur.
İndi buradan mı getmək lazımdır, hardan mı getmək lazımdır? Tapacağam və sizə deyəcəm. Uşaqlar, təəssüf ki, şəlalə bağlıdır. İləridə bir şəlalə var. İstədim onu göstərəm sizə də. Buradan giriş yoxdur deyəcəm. Deyəsən şəlalə açıqdır. Hə, yox, bağlıdır. Baxın, oranı da bağlayıblar. Buranı da bağlayıblar. Bilmirəm, şəlaləni görürsünüz ya yox, şəlala. Cənub tərəfdə elə deyirlər, şəlala. Qabaqdan şəlala axır. Belə bir yerdir. Şəhərin ortasında şəlalə çox maraqlı görsənir. Burada Aşiqlər Körpüsü deyirlər, hansı ki körpünün üstündə bir çox kilit var, kilitləyiblər öz aşklarını oraya. Kilitdən hardan ala bilərik bilmirəm, istəyirəm mən də bir kilit vuram bura. Hardan alırlar, necə alırlar bir məlumatım yox. Qıfıllayıblar bura. Paslanıbdır. Bir də bu körpülər üçün çox təhlükəlidir uşaqlar. Çox ağırlıq yaradır. Belə az olduğuna baxmayın da, yəni çəkisi çox olur. Elə bilərsiniz çəkisi azdır. Körpünü çökürdür. Neçə ildən birsə, səhv etmirəmsə, qopardılar hamısını. Təkrardan turistlər gəlir. Bu da bir ticarətdir deyə yasaklamırlar. Yəni dedim axı türkçə danışmayacağam. Qadağa etmirlər. Bəli. Xanımlar və bəylər, sizi Metek kilsəsinə gətirmişəm. Hansı ki, ola bilər ki, adını səhv deyəm. Ora çıxıb baxanda şəhəri buradan maraqlı görə bilirsiniz. Çalışacağım ki, çıxam ora sizə göstərəm. Biraz məlumat vermək lazımdırsa, Osmanlıların işğalında, nə bilim, Monqolların işğalında da səhv etmirəmsə, buralar dağılıbdır. Bilgini səhv verə bilərəm, üzürlü sayın, çünki başımda bilgi çoxdur. Bu arada şəhərin mənzərəsi də budur. Əslində Tiflis çox balaca bir şəhərdir. Gördüyünüz kimi. Xırda, dıngılı-mıngılı bir şəhərdir. Belə. Kilsəmiz isə buradadır. Kilsəmiz buradır. Və içəridə kimisə kutsuyurlar. Hə, uşağı kutsuyurlar. Allah saxlasın. Çox maraqlıdır. Balaca uşaqdır. Suya salıb çıxardıblar. Tiflisdə gəldim, nə tapdım? Bit bazarı tapdım. Hansı ki, burada köhnə əşyalar satırlar. Yavaş-yavaş baxaq görək nələr var. Burada pinlər var. Şamdanlar var, medallar var. Bıçaqlar var. Çox məşhur bir yerdir. Turistlər də var, görürsünüz. Bunlar həqiqi medallardır bu arada. Sovetlərdən falan qalma medallar. Nə qəşəngdir. Bunlar gümüşdür mü görəsən? Deməli. Burada başqa nələr var? Genişmiş. Burada bir balaca tıxaç dedim. Bir icazə verin, adı alaram. Bağışlayın. Normalda məsələn bir ürün götürürsünüz, deyirlər ki 100 laridir. Əslində 40 lariyə qədər düşə bilərsiniz. Bu saç üçündür. Ehtimal. Saç üçün istifadə edirlər. Saçı yığır qızlar. Salam. Yığışdırırlar bir çoxlu. Mən biraz gec gəldim deyə. Artıq yığışılıbdır. Qabaqda da var, bu tərəfdə də var. Çalışacağım belə gedəm. Burada nə var? Burada da var, amma burada əsasən şəkillər var, tablolar var. Salam. Burada keçək. Görək, başqa nələr tapır. Bakıda belə bir küçə olar, çox gözəl olar, çox maraqlı olar. Normalda daha çox adam olur burada. Axşam saatlarda artıq altın yarısıdır demək olar ki. Ona görə heç kim yoxdur. Belə pasportlar da var idi. Köhnə Sovetlər Birliyinin pasportları olan yerlər də var idi. Bəlkə də qabaqdadır, bəlkə də bağlanıb. Dilə baxsan, nə çətin dildir. Saat satırlar. Başqa nə var? Başqa bir şey. Əlih qoz var o kişi. Əlih qozu mən dekor kimi istifadə edirəm də yəqin ki. Kim neyinir əlih qozu?
Nə tapıblar, gətirib satırlar. Bunlarda əsasən şarab içirlər. Şarabda istifadə edirlər. Manat var, köhnə manat. Tam onu Şirvan bilir. Əslində o manatdır yəni. Sadəcə sıfırlar atılıbdır, bir dəyişilib. TL var qardaşım. Türk TL'si. Bunları deyirdim, baxın uşaqlar. Georgian passport. Passport, ha? How much one? 25. 25 lariyadır. Georgian passport. Bu kimindir görəsən? Uçuş deyilik, valla. Həmi bir dəqiqə çəkiliş ediliblər, nə olar? Sorry, where from? Azərbaycan. Polski говорит? No, Okay, English. just English, ya. Bu olmuş, uşaqlar. 20 lari, 20. 20. Öpürəm. 15 lari, okay? Tamam, 15. Pahalı, pahalı. Bahalı. Expensive. Hə, birinci gürcü səni görürəm, gülürsən. Qardaşım, bu dayda səmimi daydaydı deyə buna 1 manat verəcəm ki, satsın. Bu 1 manatı 5 manatı satar. For you, for sell, okay? Teşekkürler, teşekkür. Sağ ol. Gençlər, yeni bir gündən daha salam olsun. Çıxmışam yemək yeməyə. Bugün artıq Tiflisdə son günümdür. Sabah Marnioliyə gedəcəm. Belə bir küçəyə gəlmişəm, amma burada yeməklər həqiqətən də bahalıdır qardaşım. Gəldiyimə min peşman olmuşammı? Olmuşam. Qıraqda başda yeməklər daha ucuz qiymətə tapmaq olar. Amma bahadır. O borjoni deyə bir yeməkləri var bunların. Yeah, thank you. You know aborjoni? 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 Which one? Aborjoni? Kız çağırdı ki cabırım. Bize hara aparsan. You know aborjoni? Patlıcanı? No, aborjoni neydi onun adı hanım? Ben karıştırdım axı. Yemeğimiz budur. Burada kartoşka var, toyuq əti var. Bir də göy-göyərtimiz var. Belə bir köri sosumuz da var. Onu da əlavə olaraq dedim. Uzun sözün qısası, ölürəm acından mən yeməyimi yeyim. Bir də burada duşesim var. Duşesdə sipariş eləmişəm. Mənə nuş olsun. Yeməyə 25 manat pul verdim. Necədir? Siz yorumlara yazarsınız. 25 o qədər də baha da deyil, ucuz da deyil, ortalarda bir şey. Gənclər, həqiqətən çox gözəldir Tiflis. Bu ara küçələrə baxın bir dənə. Görün nə qəşəngdir. Axşam bura bilirsiniz nə olur? Partlayır buralar. Bakının da belə yerlərə ehtiyacı var. Var Bakıda gözəl kafelər. Bəlkə Tiflisdən daha gözəl kafelər var, amma belə yerlər olsa da gözəl olar. Bibim onun burnuna toxunur. Bu arada burada ermənilər də çoxdur. Gürcüstan Azərbaycanlıları izləyirsə bilirlər, onsuz da bilməyənlər üçün deyim ki, həm erməni turist çoxdur, həm də yaşayan ermənilər çoxdur. Burada kəndlər var ki, özəlliklə ermənilər yaşayır. Necə ki, Azərbaycanlıların yaşadığı kimi. Gördüyünüz kimi körpünün üstündəyəm. Gedirəm kanatlara. Kanata niyə gedirəm? Yuxarıdan Narikala qalası var. Ora çıxacam. Salam burası. Sağ ol burası. Yeməyə belə tıxa basa yedim. Belə onu harcasına yedim. Neysə, Gürcüstan özüdür. Buradan həqiqətən qəşəng görsənir. Bunun kimi bir qəşəng körpü daha olsa yaxşı olardı. Bunun kimi qəşəng dedim, yəni bundan daha qəşəng olsa yaxşı olardı. İndi biz öz ağlımızla gəlib gürcüləri öyrətməyək ki, qaqa bu pislik sökün, təzəsini tikin, özləri bəyənirsə əla. Musiqilərimiz bənzir görsən. Buna baxın bir dənə. I don't need, thank you. Buna bax bir dənə. Vay. Biz nətər buna minəyə? Tez gedir gəlirik, amma danışığımı da itirdim. Biraz şəkillər kimi danışım. Geditdi, gəlitdi. Axır ki gəldik, girdik içəri. Buradan bir yerdən bilet almalıyıq. Bəli, kassa buradır. Hello, two-way ticket. One. 7 laridir uşaqlar. Gediş gəliş, 3 larimi qaytardı. Okey, bunu atmıram hər ehtimala qarşı. Bunu bura qoyuram. Okey, keçdik. Sonra sıra hamımızı mindirəcəklər. Okey uşaqlar. Mindik. Birinci dəfədir minirəm həyatımda. Heç vaxt binməmişəm. Belə. Bir tüşlər demişəm, esprisi yoxdur. Yəni çıxırıq yuxarı.
Biri gedir, biri gəlir. Toplamda deyəsən 6-9 kanat olmalıdır. Yəni 9 belə kabin olmalıdır bildiyim qədərilə. Bu suyun üstünə düşsək də maraqlı olar. Dünənləri gəlmişdim bura, orada bir Azərbaycanlıların toyuda. Bir dəqiqə deyənim video çəkirik dana. Qardaş biraz həqiqətən təhlükəlidir. Bir balaca qorxdum. Ayda, şəhər çox qəşəng görsənir buradan. Həqiqətən ürəksiz minmişdim. Dedim dəyməz də yəqin. Amma dəydi. Oradaydıq. Oradan da bura gəldik. İnsanoğlu yaradır. Orada da kilsə var. Bunlar nə qədər kilsə tikirlər. Çox qəşəng görsənir. Uşaqlar, buradan baxmağa çalışıram. Bilmirəm. Görürsüz ya yox. Bu dayımız hər bir dildə mahnı oxuya bilir. Məşhur bir daydı. Bir ara bizdə də paylaşırdılar. Şey oxuyurdu deyəsən. Bu qala, daşlı qala onu ifa eləyirdi. Buradan gəldiyimiz zaman botanika bağına çıxış var. Uşaqlar, botanika bağı budur. İstəyənlər təbii ki də düşüb gəzə bilərlər. Bir nüans yaşandı, onu da bölüşmək istəyirəm. Mən yuxarı çıxırdım, 3-4 dənə Azərbaycanlı xanım gəlirdi. Okey, gözəl, onlar mənim danışığımı eşitdi, mən bunların danışığını eşitdim. Sonrasında elə oldu ki, mən qayıtdım ki, Vinokdan belə mənzərəyə baxanda, var Bakıda da var, səhv etmirəmsə, İstanbulda da var. Bilari atdım, o birisi xanımın arxası mənə idi, digərinə qayıtdı belədir. Gördün, oğlan Azərbaycanlı olduğunu bildirmək üçün, yəni yüksək səslə danışırdı. Və bunu belə çox kinayə ilə dedi də, belə başa salım sizə. Mən də baxdım, istəmədim reaksiya verəm. Dedim, reaksiya verəcəm. Qıraqdan baxacaqlar ki, eyni dilə məhsub insanlardır və bir-birləri ilə burada münaqişə eləyirlər. Mən öz ədəbimi qorudum, amma həqiqətən ayıb olsun. Bir-birimizə qarşı niyə bu qədər düşmanlıq, bunu bilmirəm. Lap salam da versəydim, o sözü mənə deməməli idi. O da mənə versəydi, mən də ona o sözü deməməliyəm. Düşünün ki, yanımdan keçirlər, sizə qayıdıb beləmi? Uşaqlar görürsünüz, Azərbaycan dilində danışırlar ki, bəs mənim diqqətim ona yönəlsin. Məsələn. Necə də absurddur, hə? Necə də ayıbdır. Amma təəssüf ki, ayıb nədir? Bilmirlər. Belə. Mənzərəni son olaraq göstərirəm və yavaş-yavaş irəliləməyə başlayıram. Gənclər, son olaraq videomu burada bitirmək istədim. Çünki belə bir saat gülləsinin yanına gəlmişəm. Hansı ki, insanlar da gördüyünüz kimi oranı çəkirlər. Yadınıza gəlirsə, Praqa videoma baxmısınızsa, Çexiya, Praqa. Orada da astronomik saat gülləsinə getmişdim. Hər tamamda, saat tamamında bu cürmə insanlar yığılırdı. Arxamda da şirin uşaqlar var. Burada şəkil çəkdirirlər, karikatür çəkdirirlər daha doğrusu. Belə. Şirindir. Uzun sözün qısası, Tiflis videomun artıq sonuna gəlirəm. Çünki mən də bitdim. Marnioli'də görüşənə qədər sabahları inşallah Marnioli'yə gedəcəm. Marnioli videosunda görüşərik. Videonu bəyənməyi və abunə olmağı xahiş edirəm, unutmayın.